Salam əziz və dəyərli dostlar, hər birinizi uca Allahın salamı ilə salamlayıram. Bu dəfə sizin hüzurunuza yeni bir layihə ilə çıxmışıq. Layihəmiz bundan ibarətdir ki, biz mənəvi səyahət kitabından hər mövzuya aid müxtəlif sizə söhbətlər edəcəyik. Təbii ki, həyatımız çox səsli küylüdür, insan yorulur, istəsək də, istəməsək də. Cəmiyyətin səs-küyü, ətrafımızda olan negativ hallar bəzən bizi psixoloji travmalara salır, müxtəlif gərginliklər yaşadır. Bizim belə bir halda çıxış yolumuz bəzən kitablarla olur, kitablarla dostluq qurmaqla olur. İnsan dünyanın müxtəlif yerlərinə getsə də, müxtəlif yerlərini gəzsə də Allahı zikr etmədən huzur tapa bilmir. Mənəvi səyahət kitabının ilk ön sözündə maraqlı bir giriş vardır. İstərdim ki, sizə elə o ön sözü oxuyam. Mövzu belə başlayır. İnsan bəzən huzur əldə etmək üçün dünyanın müxtəlif yerlərinə səyahət edir. Lakin onun daxili aləmində rahatlıq yoxdursa və ya getdiyi yerlər onun qəlb və ruh dünyasına müsbət təsir etmirsə, etdiyi səyahətlər ona heç bir fayda vermir. Uca Rəbbimiz Quran-ı Kərimdə belə buyurur. Ey Rəsulum, de yer üzünü gəzib dolaşın. Əslində bizim yer üzünü gəzib dolaşmağımız Rəbbimizin bizə əmridir. Yer üzünü seyr edin, başqa bir ayədə buyurulur. Yer üzünü gəzin, sizdən əvvəlki qövmlərin halından ibrət alın. Amma yer üzü Allahla gəzilməzsə, Allahı zikr edərək gəzilməzsə, uca Rəbbimizi xatırlayaraq gəzilməzsə, o səyahət bizə yorğunluqdan başqa bir şey verməz. Əslində ayədən də göründüyü kimi Rəbbimiz insanların yer üzünü gəzib dolaşmalarını istəyir. Çünki gəzəcəyimiz yerlərdə nəfsimizin arzu və istəklərini bir kənara qoyub qəlbimizin gözləri ilə baxmağa çalışsaq, görəcəyik ki, yer üzündə necə böyük ibrətli hadisələr baş verib və bizdən öncəki qövmlər bir sıra ağır imtahanlarla sınağa çəkiliblər. Buna görə də maddi səyahətlərimizə məna qatmaq üçün gərək olduğumuz və getdiyimiz yerlərdə Allahı çox-çox zikr edək. Çətin və sıxıntılı hallarımızda aləmlərin Rəbbinə sığınaq. Çünki Rəbbimiz Quran-ı Kərimin başqa bir ayəsində belə buyurur. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar. Yəni insan dünyanın harasına gedirsə getsin, hansı qidaları yeyirsə yesin, hansı geyimləri geyinirsə geyinsin, hansı minik vasitələrindən istifadə edirsə etsin, Rəbbimiz bunun şifrəsini Quran-ı Kərimin bu ayəsində gizlədir ki, siz haranı gəzirsinizsə gəzin, nə edirsinizsə edin, qəlbiniz yalnız bir şeylə aramlıq tapar, o da Allahı zikr etməklə. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar. Bunun üçün də, əziz və dəyərli izləyicilər, biz mənəvi səyahət deyərkən əslində maddi səyahətimizin içərisinə Allahı da xatırlamağı qatarıqsa, Allahı da zikr edəriksə, təbii ki, maddi səyahətimizlə bərabər bir də mənəvi səyahət əldə etmiş olarıq. Allaha əmanət olun, növbəti söhbətlərdə görüşmək ümidi ilə.